Salam hörmətli izləyicilərim. Bugün sizə belə bir asan toxundan bir naxışını istəyirəm göstərim. Bunu da ki, belə ilməkləri 3-3 sayırıq, 3-3 götürürük. 2 də kənar ilməyi götürürəm. Sapım da 100 qramlıq, 350 metrəlik sapdır. Rezinka hissəsində rezinkanı kim necə istəyir, elə də toxuya bilər. Bundan jiletə, jaketə, papağa, koftalara, nə istəsəz toxuya bilərsiniz. Bunun üçün də belə sap götürürəm bir dənə. Qısa formada yığacağım. İki, üç, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18. Naxış üçün 18 ilmək, 2 də kənar ilmək yığıram. 19, 20 ilmək. İndi mən burada rezinka toxuyan deyiləm. Tərs toxuyacağım bütün ilməkləri. Bura düz üzüdür. Birinci ilməyi toxuyuram, birinci sıra olduğuna görə. Qalan ilməkləri hamısını tərs toxuyuram. Kənarı da yenə tərs toxudum. İndi tərs üzdən yenə bir sıra tərs toxuyuram. Kənar ilməyi toxumuram. Qalan ilməkləri hamısını tərs toxuyuram. Yine kənarı da tərs toxudum. İndi bura düz üzdən kənar ilməyi yenə götürürəm. Bu qalan ilməkləri hamısını düz toxuyuram. İlməklər düzdür. Düzdə toxuyuram yenə hamısını. Kənarı da tərs toxudum. İndi arxa tərəfdən kənarı götürürəm, toxumuram. Burada bir artırma eləyirəm. Sonra bunu toxuyuram tərs. Bir artırma eləyirəm, bir tərs.
Yenə bir artırma, bir tərs. Bu sıranı da axıra qədər bu formada toxuyuram. Birini artırıram, birini tərs toxuyuram. Yenə birini artırdım, birini toxudum. Bu arada artırma eləmirəm. Əvvəldə elədiyimə görə axırda orada artırma eləmirəm. İndi bura düz üzdür, düz üzündən bu kənarı götürdüm. Bu ilməkləri artırdıqlarımı açıram. İlməkləri uzatıram. 2, 3 ilmək açdım. Keçirdirəm milin üstünə. Sonra sapı özüm tərəfə keçirdirəm. Bu 3 ilməni, üçünü bir yerdə tərs toxuyuram. Yenə birini artırdım. Birini çıxardım. 3 ilməkdən 3 ilmək çıxardıram. Yenə bunları açıram. 3 ilməni. Sonra keçirdirəm bu milə. Sapı keçirdirəm özümə tərəf. Bu 3 ilməni götürürəm. Birini çıxardım, birini artırdım. Yenə birini. 3'dən 3. Sıranı axıra qədər formada toxuyuram. Yenə 3 ilmək açdım. Üçünü də keçirdirəm bu milə. Sapı özüm tərəfə keçirdirəm, tərs toxuyuram. Birini artırdım. Birini toxudum. Üç ilməkdən 3 ilmək çıxardıram. Kənarı da yenə tərs toxudum. Belə bu formada. İndi arxa tərəfdən kənarı götürürəm. Qalan ilməkləri hamısını tərs toxuyuram. Kənarı da yenə tərs toxudum. İndi bura düz üzüdür. Düz üzdən indi ilməkləri hamısını düz toxuyuram. Elə bir birinci sıradan necə başlamışdıqsa, buradan da elə. Tərs üzdən yenə hamısını tərs toxuyuram.
Tərs üzdən hər sırada hamısı tərs toxunur. Bütün ilməklər tərs toxunur. İndi buradan naxış arxozdan başlandığına görə bir sıra düz toxuyuram. Düz üzdən. Düz üzdən bütün ilməklər düz, tərs üzdən də tərs. Naxış 2 sıradan əmələ gəlir. Bu arada da ki, düz ilməkləri siz özünüz nə qədər aralı istəsəz, o qədər də qoya bilərsiniz. Kənarı da yenə tərs toxudum. Belə formada. İndi tərs üzdən yenə eyni şeyi təkrar edirik. Buradan artırma eləyirəm, birin artırıram, birini toxuyuram. Birini artırıram, birini toxuyuram. Axırıncını da yenə artırdım. Bu axırıncı ilməkdə artırma eləmirəm. İndi düz üzdən yenə kənarı götürdüm. Bu ilməkləri yenə açıram bir-bir. 3 ilmək. 2, 3 ilməyi açıram. Sonra keçirdirəm bu milə. Sapı özüm tərəfə keçirdib bu ilməkdən 3 ilməkdən 3 ilmək də çıxardıram. Tərs toxuyuram amma. Yenə uzatıram ilməkləri. Keçirdirəm bu milə. Sapı özümə tərəf keçirdirəm. Burada birini çıxardım, bir artırma elədim. Sonra birini də çıxardım. İlmək keçirdim milə, sapı özüm tərəfdə 3 ilməkdən bir ilmək çıxardım, birini artırdım, yenə birini çıxardım. Yenə 3 ilməkdən 3 ilmək. Kənarı da yenə tərs toxudum. Tərs üzdən yenə hamısını tərs toxuyuram. Kənarı götürürəm. Qalan ilməkləri hamısını tərs toxuyuram.
Belə formada. Burada necə toxumuşduqsa aradan, yenə də burada toxuyub, yenə təzədən həmin naxşı başlayırıq. Bu formada belə bir naxşı alınır. Sağ olun. Əgər bəyəndinizsə abunə olmağı, bəyən düyməsində basmağı unutmayın. Gələn videomda görüşənə qədər.